Salam uşaqlar, xoş gördük sizləri. Mövzu sınaq imtahanı 9-un izahına başlayırıq. Birinci suala baxaq. Aşağıdakı ədədlərdən neçəsi 540 ədədinin bölənləridir soruşur. Biz burada baxmalıyıq ki, 540 ədədi bunlardan hansına bölünür? 540 ədədi 40-a böldükdə qalıqla qalınır, 72 də həmçinin qalıqla alınır. 36-ya isə bölünür 15 dəfə, 27-yə bölünür 20 dəfə, 60-a bölünür 9 dəfə. Ona görə də bizim cavablarımız deməli 36, 27, 60 B variantı olacaq. İkinci suala baxaq. İkinci sualda adi kəsirlərin müqayisəsi verilib və sürətləri bərabər olduğunu görürük. Bilirik ki, sürətləri bərabər olan kəsirlərin məxrəci kiçik olan kəsir böyük, böyük olan kəsir isə kiçikdir. Burada ən kiçik kəsirin məxrəci 20-dir, yəni B böyükdür. Daha sonra 21, yəni A gəlir. Daha sonra isə C gəlir. B böyükdür, A böyükdür, C cavab olacaq B variantı. Üçüncü suala baxaq. Ədədin 6/1 hissəsi ilə 6/5 hissəsinin cəmi. Biz uşaqlar burada ədədin özünü 6x götürsək, 6x-in 6/1 hissəsi x edəcək, 6/5 hissəsi isə 5x edəcək. Bunların da cəmi 6x edəcək. Özünə bərabər olduğunu görürük. 6x aldıq cəmləri və ədədin özündə 6x götürmüşdük. Ona görə deyirik ki, özünə bərabərdir. 4-cü suala baxırıq. 24 şagird gəzinti üçün bərabər miqdarda pul verərək bir avtobus icarəyə götürürlər. Avtobus üçün 432 manat ödənilərsə, yəni 24 nəfər üçün 432 manat ödənilirsə, bir şagird üçün nə qədər məbləğ ödənilər? Cavabı tapırıq 18, yəni C variantı. 5-ci suala baxırıq uşaqlar. 5-ci sualda bizə deyir ki, 12 fəhlə 9 günə 135 metr xəndək qazdı. Belə bir tənasüb qururuq. Eyni əmək qabiliyyətinə malik 6 fəhlə 24 günə neçə metr xəndək qaza bilər? Bunu tapmaq üçün uşaqlar biz birinci nəyə diqqət etməliyik? Fəhlə sayı ilə gün sayı tərs mütənasib olduğunu bilirik və 12 fəhlənin 9 günə gördüyü işi bir fəhlə yazırıq burada ki, 12 demək bir fəhlə 12-ni 9-a vuruq, cavabı alırıq 108 günə görə bilər. 6 fəhlənin 24 günə gördüyü işi isə bir fəhlə 6-nı vururuq 24-ə 144 günə görə bilər. Və bunları yazdıqdan sonra işimiz artıq rahatlaşır uşaqlar. Deməli biz deyirik ki, bir fəhlə əgər 108 günə 135 metr xəndək qazırsa, bəs 144 günə neçə metr xəndək qazacaq? Belə bir tənasüb qurub, çarpaz bir-birinə vururuq. Buradan deməli 108-i x-a vururuq, edir 108x bərabərdir. 144-ü də 135-ə vururuq. Sonra isə 108-ə böləcəyik. Cavabı alırıq 180 metr. Yəni E variantı. 6-cı suala baxırıq uşaqlar. 6-cı sualda kompüter operatoru əlyazmanın bir səhifəsini 10 dəqiqə ərzində yazaraq 3 saata işi bitirir. O həmin əlyazmanın, yəni 3 saata ki bitirildiyi gibi iş var idi. O həmin əlyazmanın hər səhifəsini 2 dəqiqə az vaxt sərf edərsə, yəni 8 dəqiqəyə nə qədər yazıb qutara bilər. Ona görə biz bir səhifəni 10 dəqiqə yazır, 10 dəqiqə bir səhifədirsə 180 dəqiqə neçə səhifə olacaq? Belə bir tənasüb qururuq və buradan yenə də çarpaz bir-birinə vururuq. X-in qiymətini alırıq 18. Və 18 bizim cavabımız deyil uşaqlar. 18 biz tapmalıyıq ki, 10 dəqiqədən 2 dəqiqə az, yəni 8 dəqiqə vaxtda nə qədərini yazıb qutara bilər. Ona görə də 18-i mən vurmalıyam 8-ə. Cavabı tapıram. Deməli 144 dəqiqə. Amma bizdə variantlara baxırıq ki, uşaqlar, burada bizə saatla verilib. 144 dəqiqədə 2 saat 24 dəqiqədir. Ona görə C variantını qeyd edirik. 7-ci suala baxırıq. 7-ci sualda 134 tam %97 ədədində 3 və 7 rəqəminin mərtəbə vahidlərinin cəmini deyir. Biz bilirik ki, uşaqlar, mərtəbə vahidi deyirsə, biz həmin hansı rəqəmin ki, mərtəbə vahidini soruşur, həmin mərtəbə vahidindəki rəqəmi 1 ilə əvəz edirik. 3-ün yerinə 1 yazırıq, fərqli rəqəmlərə 0. Cavab olur 10 tam %1, yəni A variantı. 8-ci suala baxaq. 8-ci sualda bizə deyir ki, 3 uşağın birlikdə 88 manat pulu var. Yağmurun pulu. Gəlin birinci uşaqların adını yazaq bura. Yağmur, Zəhra və Gülsüm. Və xatırlayaq ki, adi kəsir məsələlərində belə bir yoldan istifadə edirdik. Birinci yerdə gələn sözü kəsirin surətinə aid edirdik. Yağmur 5x yazaq. Zəhra ikinci yerdə gəldiyi üçün Zəhraya da məxrəci yazaq, yəni 12x yazaq. Amma burada deyir ki, Zəhranın pulu Gülsümün pulunun 9/4 hissəsidir. Gülsümün qarşısını boşdaq uşaqlar. Deyilən hansı ədəddir ki, onun 9/4 hissəsidir? Belə düşünürük ki, yəni 9/4 hissəsi 12 olan ədəd tapırıq. 12-ni 4-ə bölüb 9-a vururuq, cavabı alırıq 27x. Və bunların da hamısının cəmi 88 manatdırsa,
Biz belə bir tənlik qururuq. 27, 12 və 5 bunların hamısını toplayıb cavabı alırıq 44x bərabərdirsə 88-ə, x-in də qiyməti bərabərdir 2-yə. X-in qiyməti 2-dirsə, Yağmur 5 dəfə 2 10, 12 dəfə 2 24, 27 dəfə 2 54 olduğunu tapırıq. Cavab olur A variantı. 9-cu suala baxırıq uşaqlar. 9-cu sualda bizə B-də A kəsiri verib və 1,52 verib. Deməli, B-də A bərabərdir. 1,52 ilə düzgün olmayan kəsirə çevirməliyik. %152 alırıq kəsiri və bizdən A ilə B-nin cəminin ən kiçik qiymətini istədiyi üçün biz bunları ixtisar aparırıq. Hər birini 4-ə. 152-ni 4 ilə ixtisar aparsaq 38, 100-ü 4 ilə ixtisar aparsaq 25 alarıq və bunların da cəmi 38 ilə 25-in cəmi edəcək 63, yəni Y variantı. 10-cu suala baxırıq uşaqlar. 10-cu sualda qismətin əsas xassəsinə uyğun olaraq bərabərliyin sağ tərəfi ilə sol tərəfi eyni olmalıdır, bərabər olmalıdır bir-birinə. 240-ı biz 5-ə bölsək, bilirik ki, cavabımızı 48 alırıq. Bu hissəni böldükdə cavab 48 alırıq. Deməli, bu tərəfdə bölüləndə 48 olmalıdır. Yəni 336-nı mən 7-yə bölsəm cavabı 48 alacağam. X-in qiyməti 7 olduğunu tapırıq. 7-nin də ən böyük 2 rəqəmli bölünəni 98-dir. A variantı. 11-ci sualda rəqəmlərin cəmi 20-dir deyir. Bu ədədin kubunun 9-a bölünməsinin alınan qalığı tapın. 9-a bölünmə əlamətinə əsasən uşaqlar biz bilirik ki, ədədin rəqəmlərinin cəmi 9-a bölünürsə, ədəd 9-a bölünür. Rəqəmlərin cəmi 20-dirsə, deməli buradan məlum olur bizə ki, qalıq 2 qalacaq. Bizə natamam qismət lazım deyil, çünki çox böyük bir ədəd alına bilər uşaqlar. Ona görə lazım deyil bizə ədədin özünü kuba yüksəlib yenidən 9-a bölmək. Qalığı tapmamız kifayət edir. 20-nin 9-a bölünməsindən alınan qalıq 2-dir. 2-nin kubunu tapıb 9-a bölməyimiz kifayət edir. 8-dir. 8-in də 9-a bölünməsindən 8 9-a bölünə bilmədiyi üçün qalığımız ilə 8-in özüdür. Cavab D variantı. 12-ci suala baxaq. Bizə deməli, məxrəclərin müxtəlif eyni olan kəsirlərin toplanmasını istəyir. Və burada da deyir ki, natural qiymət olmalıdır. N-in yerinə elə bir ədədlər yazın ki, mən N-i olduğu kimi saxlayıram, sürətləri toplayıram, N-də 18 qiymət alıram və buradan məlum olur ki, 18-in bölənlərini tapmalıyam. Çünki N-in yerinə elə bir ədədlər yazmalıyam ki, 18 ona tam bölünsün. Bu ədədlərimiz isə lövhədə yazdıqlarımdır. 1, 2, 3, 6, 9, 18, 6 dənə ədədimiz var. Cavab B variantı olacaq. 13-cü sualda məxrəci 13 olan, amma sıfırdan böyük vahiddən kiçik olan ən kiçik kəsirimiz 13-də 1 kəsiridir. Ən böyük kəsirimiz isə 13-də 12 kəsiridir. Birdən fərqli deyirsə 13-də 13 yazsın 1 edər. Ondan fərqli dediyi üçün, yəni kiçik dediyi üçün 13-də 12 kəsir yazırıq. Və bunların cəmini istəyir bizdən uşaqlar. 13-də 13 alırıq və bu da bizə 1-i verir. Düzdür? Bu kəsir 1 verir. Ən böyük rəqəmdən nə qədər azdır soruşur. Ən böyük rəqəmimiz 9 olduğu üçün 9-dan 1-i çıxıram, cavabı alıram 8, Y variantı. 14-cü sualda. Qatarda kişi sərnişinlərin sayı, qadın sərnişinlərin sayından. Bura kişi yazar, bir də qadın yazar. Yenə bayaqki dediyim kimi, birinci yerdə gələn sözü kəsirin surətinə, ikinci yerdə gələn sözü kəsirin məxrəcinə aid edək. Və deyir ki, qadınların sayının 3də 1 hissəsindən, yəni 3-ün 3də 1 hissəsi x-dır. 6 vahid çoxdur. Və bunların da hamısının cəmi 318-dir. Mən belə bir tənlik qururam. X üstə gəl 6 ilə 3x-i toplasam edəcək 4x üstə gəl 6 bərabərdir 318. Buradan da x-i taparam ki 78. Deməli 318-dən 6 çıxıram. Cavabı alıram. 78. X-in qiyməti olacaq 78. Və bizə nə soruşur uşaqlar? Kişi sərnişinlərin sayı, qadın sərnişinlərin sayını. Kişi sərnişinlərin sayı 78-in üstünə 6 gəlsəm, cavabı alacağam 84. Qadın sərnişinlərin sayı isə 78-i 3-ə vursam, cavabı alacağam. Deməli, 224. Və məndən də uşaqlar bunun hansı hissəsini, kişilərin, qadınların hansı hissəsi olduğunu soruşur. Belə bir kəsir yazıram və hər ikisini 2 ilə ixtisar aparıb 117-də 42 cavabını alıram. Cavab A variantı olacaq. Və 15-ci suala baxaq. Biri o birindən 5 dəfə böyük olan dəqiqə uşaqlar 224 yazdım bura 234 olmalıdır. Üzr istəyirəm. Bir dəqiqə pozaq bunu. 234. Keçək indi 15-ci suala. 15-ci sualda biri o birindən 11 dəfə böyük olan ədəd. Ədədimizi gəlin birini A götürək, o birini isə 11A götürək.
Və bunların da cəmi deyir hər zaman, yəni 12A alırıqsa, hər zaman hansına qalıqsız bölünəcək? 12A. 12-də məlum olduğu kimi 6-ya hər zaman qalıqsız bölünəcək. Cavab B variantı. Kəsirin sürətini 2 dəfə artırıb, məxrəcini 4 dəfə deməli azaltsaq, biz bilirik ki, kəsirin sürəti kəsirin qiyməti ilə düz mütənasibdir, məxrəci isə tərs mütənasibdir. Yəni kəsirin sürəti 2 dəfə artırsa, kəsirin qiyməti də 2 dəfə artacaq, məxrəci 4 dəfə azalırsa, qiyməti 4 dəfə artacaq. İşarələr hər biri eyni olduğu üçün, uşaqlar artdığı üçün 2 və 4-ü bir-birinə vururuq, cavabı alırıq 8 dəfə artacaq. Cavab A variantı. 17-ci sualda kəsir verib bizə və ixtisar etməmizi istəyir. Mən buradan baxıram ki, uşaqlar, deməli, surətə baxaq birinci. Surətdə 80 ortaq vuruq olduğu üçün mötərizə kənarına çıxarılır. 16 ilə 34-ü toplayıb cavabı 50 alırıq. Aşağıda da həmçinin 50 ortaq vuruq olduğu üçün çıxarılır mötərizə kənarına. 37-dən 17-ni çıxıram, cavabı alıram 20. Və 50 ilə 50 ixtisar gedəcək. 80 ilə də 20 ixtisar gedəcək. Hər biri 20-yə. Cavab olur 4. C variantı. 18-ci sual çox bəsit bir ifadədir uşaqlar. Burada yazmalıyıq ki, 12 çıxılsın, 14 çıxılsın. Yəni 2-nin kubu edir 8, bölünsün. Mötərizənin içi isə 2 edir. 4 dəfə 2 8, 8-ə də 6 çıxıram 2. Və 8-i 2-yə böldükdə 4, 14-dən 4 çıxanda cavab edir 10. A variantı. 19-cu sual. Ədədin yüzlüklər mərtəbəsindəki rəqəmi 3 vahid artırıb. Yüzlük mərtəbəsi 3 vahid artma, 300 vahid artma deməkdir. Onluqlar mərtəbəsindəki rəqəmi 5 vahid azaltdıqdan sonra onluq mərtəbəsi 5 vahid isə 50 vahid azalma deməkdir. Birinci biz belə deyək uşaqlar. Gəlin buna nisbətən baxaq görək ki, buna uyğun olaraq ədədimiz necə dəyişəcək? 300 artıb 50 azalıbsa, bir artma, bir azalma olduğu üçün 300-dən 50-ni çıxacağam, cavab alacağam 250. Artma daha çox olduğu üçün deyəcəm artıb. Deməli məlum oldu ki, ədədimiz artıb və bu proses getdikdən sonra cavab 517 alınıb. Ona görə də mən düşünürəm ki, əvvəlki ədədim nə imiş ki, neçə imiş ki, 250 artdıqdan sonra, artdı dediyi üçün toplayıram uşaqları, azalı dizili çıxardım. 517 alınıb. Buradan da x-i tapırıq ki, məlum olur ədədimiz 267 imiş və bizə də bunun rum rəqəmi ilə yazılışını istəyir. Cavab B variantı. 20-ci sual. Kvadratın cəmi 80 olan iki natural ədədin kubları cəmini tapın. Biz buradan, mən düşünürəm 9-dan başlayıram rəqəmləri, belə rəqəmlərdən başlayayım uşaqlar. 9-un kvadratı deyirəm 81-dir və cəmi 2 ədədin cəmi 80. Demək bu bizi aşır və 9-dan alına bilməz. 8-dən yoxlayıram. 8-in kvadratı edir 64. Deyirəm 80-dən 64 çıxsam 16 edəcək. 16 4-ün kvadratıdır. Ona görə düşünüb qərar verirəm ki, 8-in kvadratı ilə 4-ün kvadratını toplasam mənə 80 verəcək. Və həmin bu ədədlərin kubunu istəyir bizdən, kubları cəmini istəyir. Yəni 8-in kubu ilə 4-ün kubunu da toplasam, cavab alacağım 576. B variantı. 21-ci sualda 10 üstü n bərabərdir 10.000. Biz bilirik ki, 1-in arxasında neçə dənə 0 varsa, o 0-ın sayı qədər onluğun üzərinə, onun qüvvətini yazırıq. Sıfırların sayı qədər olan rəqəmi ədədi. 4 0 olduğu üçün 10 üstü 4 olmalıdır. Cavab A variantı. 22-ci suala baxaq uşaqlar. Həm kvadrat, həm də kub olan iki rəqəmli ədədin onluqlarının sayı təkliklərinin sayından nə qədər çoxdur? Deməli, həm kvadrat, həm tam kub olan ədədimiz, iki rəqəmli ədədimiz 64-dür uşaqlar. Burada təkliklərinin sayı 64-dür. Onluqlarının sayı isə onun arxasında 1 0 olduğu üçün bir ədədə pozsaq 6 qalar, 6-dır. Deməli, onluqların sayı təkliklərin sayından nə qədər azdır? Burada çoxdur yazılıb uşaqlar, səhvlik olub. Onluğun sayı təkliyin sayından azdır. 64-dən 6 çıxırıq, cavabı alırıq 58 vahid azdır. 3 rəqəmli ədədin soluna 2 yazdıqdan sonra birinci biz belə eləyək də uşaqlar. Gəlin 3 rəqəmli ədəd deyirsə ABC yazaq və soluna 2 yazmaq, yəni sol əvvəl deməkdir də, ədədin əvvəli deməkdir. 2 yazdıqdan sonra 4 rəqəmli ədəd alınır, düzdür? Və əvvəlki ədəddən, yəni əvvəlki ədədimiz ABC imiş. Bundan 9 dəfə böyük olar. Bunu da vuraq 9-a. Deməli, bunu mərtəbə topanlarına ayıraq. 2-nin mərtəbə vahidi, mərtəbə qiyməti 2000-dir. Deməli, 2000 üstə gəl ABC. Tərəfin ifadəsinin qiymətini yazırıq, bərabərdir 9 ABC. Və 9 ABC-dən 1 ABC-ni çıxsam, qalacaq 8 ABC bərabərdir 2000-ə. 1 ABC də bərabərdir 2000-i bölürəm 8-ə, cavabı alıram 250. Və bizdən də həmin ədədin rəqəmlərinin cəmini istəyir. Yəni 7. 24-cü sualda 5A bölünsün 5. Cavab olacaq 5. 9B bölünsün 9, cavab 9. 4C bölünsün C, cavab 4. 9 ilə biz 5-i toplasaq 14, 14-dən 4 çıxsam cavab alınacaq 10. Sonra 25-ci sual, nəhayət sonuncu sualdır. Biz buradan uşaqlar baxırıq ki, A-nın mərtəbə qiymətlərinin cəmi 80 tam 1000-də 8-dir verib. Mən birinci ilə başlamaq istəyirəm. Burada 8 var. Deməli, harada 8 varsa 8 yazıram. Özündən və 8-dən fərqli rəqəmləri isə sıfırlar yazıram. 80 tam 0, 0, 8. Deməli, 1-ə A uyğun gələcək.
Sonra ikinciyə 6-nın da mərtəbə vahidlərinin cəmi deyil, amma 6 tam 20-də 6 deyil. Vahid deyilirsə uşaqlar birdən başqa, sıfırdan başqa heç bir rəqəm iştirak etməməli idi. Amma burada 6 vahid soruşub 6-larla verib. Deməli bu cavabımız səhvdir, yanlışdır. Sonra C variantına baxaq. Rəqəmin 5 rəqəminin mərtəbə vahidlərinin, mərtəbə qiymətlərinin cəmi deməli 500 tam %5-dir. Baxıram bura ikinciyə. Burada deyirəm nə, burada 5-lərin mərtəbə qiymətlərinin cəmini yazsam, 5 var, sonra 2 dənə 0 var, 0 və 5 var. Deməli bu uyğun gələcək C variantına. D variantına baxsaq, 8 rəqəminin mərtəbə vahidlərinin cəmi 8000 tam 10.000-də 8-dir. 10.000-də 8-dir. Deməli burada 8 var. Deməli 8 0 0 0 0 0 0 8. Deməli 3-ə D uyğun gələcək, 3-ə D uyğun gələcək. Və nəhayət Y variantına baxaq. 6 rəqəminin mərtəbə vahidlərinin cəmi 10.000 tam 1000-də 11-dir. Deməli burada da mən baxıram ki, mərtəbə vahidlərinin cəmi 6-dan buradan baxsaq uşaqlar axırdan, bura diqqət edin. 6-dan mərtəbə vahidlərinin cəmi birinci yerə 6-nın arxasına altına, yəni 1 yazsaq, 6-nı 1 ilə əvəz etsək, 1, 2, 3, 4, 5 dənə 0 yazmalıyıq. 10.000 tam 10.000-də deməli 11 belə yazmalıydıq. Amma bizə burada 1000 tam deyil. Amma biz burada aldıq 10.000 tam. Deməli cavabımız düzgün deyil. Beləliklə alırıq hansı variantları? 1A, 2C, 3D. Bu qədər uşaqlar. İnşallah ki, video izahımız sizin üçün faydalı olar. Gələn növbəti sınaqlarda görüşmək ümidi ilə Allaha əmanət olun. Sağ olun.